Alemlerin Rabbi olan Allah Azze ve Celle'ye hamdü senalar olsun. Onun Resulü iki Cihan Güneş Efendimiz Hz. Muhammed Mustafa sallallahu aleyhi ve selleme ve onun ehli beytine salat-ı şerifler olsun. Bu güzel cuma gününün rahmeti, bereketi, mağfireti cümlemizin ve bütün ümmet Muhammed'in üzerine olsun. Aziz değerli kardeşlerim, bugünkü cuma vaazimizin mevzusu salamlaşmak haqqında olacaqdır. Bəzən biz bilirsiniz ki, elə bir toplumda yaşayırıq ki, yani ətrafımızda yani çeşitleri çox olan maniyələr ve bunu maddi olarak da söyləyirəm. İnşallah ona toxunacağım. Ve bir de biz bir Müslüman kimi öz safımızı ve tavrımızı belli etmeliyiz. Ve ettiğimiz her bir dine ait olan meselelerde Kur'an-ı Kerim ve sünnete dikkat ederek əməl etmeye çalışmalıyız. Yani bir Müslüman salamlaşma mevzusunda bile örnek götüreceğimiz Allah ve Resulün, onun ve sahabesi olmalıdır ki, onların hayatına bakarak hayatımızı o şekilde kurmaya çalışmalıyız. Salam, bilirsiniz ki, Allah'ın 99 isminden biridir. Es-selam, yani selamatlık, eminamanlıq mənasına gelir. Ve bu Allah'ın ismini bəzən salam verirken fərqində olmadan herkese şamil olmasa da karşındayına salam verdiğini zənnedir, ama salam vermir. Bunu en çok harda rast gəlirik? Elimizdeki telefonlarda s.mı yazır bəzən və yaxud da kısaldaraq o salam sayılmır. Sən ondan sonra vermə heç olmasa onu. Hörmətsizlik etmə yəni deyə şəxsi fikrimdir. İndi kimsə nətərik necə qəbul edir, özü bilər. Bu bir. Başlığın yazır, s.mı göz salam verirsə, bu olmaz. İkinci məsələ, salam deyir və yaxud da salam yazır, o da olmadı. Sən mənə heç bir xeyri vermədin. Özü zikir edir, salam, əssalam. Nədir zikirdir ya? Necə şey insan zikir edir, misal üçün, deyək ki, Subhanallah, Subhanallah, özü üçün edir də, yəni qarşındayına heç bir əlaqəsi yoxdur. Eynən də salam deyəndə heç bir əlaqəsi yoxdur. Ona görə salamı verərkən belə diqqət eləmək lazım ki, sən artıq mənimlə qarşılaşdığın zaman mənə xeyr dua etdin, yoxsa yox. O da təbii ki, xeyr duasını qaytarmalıdır. Yəni, bu kimi şeylər, incə məsələlər var. Buna diqqət olmalıdır. İbrahim surəsinin, baxın, İbrahim surəsinin 23-cü ayətində Allah Azze ve Celle buyurur ki, cənnətliklər qarşılaşdıqda bir-birlərinə sizə salam olsun deyə salamlayacaqdır. Yəni, cənnətdə belə salam vermək olacaqdır. Yəni. Cənnətdə belə salam var. Yəni. Bəzi bilirsiniz ki, bəzi məsələ həyatımızda, bu dünyada aid olan məsələ, ibadətlər var ki, yəni məşəqqət kimi görünməsin, sadəcə olaraq, fiziki olaraq. Yəni, o cənnətdə olmayacaq. Yəni. Cənnət mükafatlarının verileceği bir yerdir. Dünya ise cennette kazanacağın mükafatlarının, yani mükafatların kazandığı yerdir. Dünya. Ona göre bu dünyada ettiğimiz bazı sıkıntılarımız, ibadet mövzusuna söhbət gedir. Bu ibadet dediğimi tek namaz değil. Yani sədəqə vermək de bir ibadettir. İnsanlara yaxşılıq etmək də bir ibadətdir. Gözəl söz söyləmək də bir ibadətdir. Yəni, bu təbii ki, nafil ibadətdən söhbət gedir. Yəni, bu bəzi məşəqqət gələn bizə hallarımız var ki, ibadətlərimizdə artıq o cənnətdə olmayacaqdır. Cənnətdə ancaq mükafatların alınacağı gündür inşallah. Yəni, bunu niyə söylədik? Cənnətdə bilə selamun aleykum.
diye salam verilecektir. Peygamber Efendimiz sallallahu aleyhi ve sellem salam hakkında çoxlu hədislər var əziz qardaşlar. Bizim de məqsədimiz o hədisləri oxuyaraq günümüzə gəlməkdir. Günümüzə toxunmaqdır. Məqsədimiz odur, mövzumuzun məqsədi. Peygamber Efendimiz sallallahu aleyhi ve sellem hədis şərhlərində buyurur ki, bir-birini sevməyin yolu salamlaşmaqdır. Yəni, düşünün ki, hələ ora toxunmuram ha, qeyri adamlara toxunmuram. Hələ məscidə gələn insanlar və yaxud da toplumda namaz qılan insanlar, yəni dinini yaşayan insanlardan söhbət gedir. Çalışmaq lazımdır ki, qardaşlar, salamın bir hikmətdə birisi nədir? İki müsəlman arasında məhəbbəti artırır, saygını artırır, qayğını artırır. Yəni, keçdiğin zaman tez üzünü çörmə ki, yəni görmədim deyə, heç elə bir görmədim kimi etməmək lazımdır. Yəni, qarşındayı müsəlmanı önəmsəmək lazımdır. Və yaxud da biri keçdiğin zaman telefonla danışsan belə yenə onun üzünə bax. Ən azından əlini belə bu şəkildə belə eləyəcəksən ən azından. Bax, bu müsəlmanların arasında məhəbbəti təmin edəcək ən gözəl vasitədir. Salamın bir hikmətidir. Nə deyir? Bir-birini sevməyin yolu salamlaşmaqdır. Başqa bir hədisdə Selamun aleykum filan kəs deyə sadəcə tanıdığına salam vermək isə qiyamət əlamətidir. Bilirsiniz ki, qiyamətin əlamətlərindən də artıq budur ki, ancaq tanıdığı adamlara salam verəcək. Bunun üzərində necə dura bilərik? Bugün ola bilsin ki, sənin bir blokda, bir həyətdə yaşadığın bir qonşun var. Heç belə əlaqən yoxdur. Yəni, belə namazsızdır. Amma yenə də onun yanından keçəndə selamun aleykum denən. Bilirsiniz, salam özü bir dəvətdir. Salam özü bir dəvətdir. Allah Resulullah sallallahu aleyhi ve sellem nə deyir? Salamı yayın deyir. Salamı yayın. Yəni, özü bir dəvətdir. Bu adam kimdirsə, hər dəfə mənə özə belə gözəl bir səsdən selamun aleykum deyir mənə, kimdirsə bu. Dəvəti də elə aparmaq lazım ki, yumuşaq. Selamun aleykum, xeyr. Esselamu aleykum, yumuşaq. Yəni, bir müsəlman biz hər zaman söyləyirik, öz nəfsimizə birini söyləyirik, sonra sizlərə. Xitab edərkən yumuşaq olacaqdır. Bir iş gördüyü zaman da onu gözəl bir şəkildə çatdıracaq bunu. O zaman inşallah bilmiyorum, bəlkə sən onun hidayətinə vəsil olarsın. Allah Resulü sallallahu aleyhi ve sellem başqa bir hədisində salam verməyi əsirgəyən kəs ən xəsis insandır. Yəni, o insan ən xəsis insandır ki, salam vermir. Buna da diqqət etmək lazımdır. Bir də, qardaşlar, salamın tarixi haqqında bir hədisə rast gəldik. Həqiqətən də çox gözəl bir hədisdir. Buxari və Müslimdə keçən bir hədisdir. Yəni, bu hədisdən belə anlaşılır ki, ta Allah Azze ve Celle ilk Adəm Aleyhisselamı yaradarkən bile ona salam vermiş ve salamı öğretmiş bu hədisdən. Peygamber Efendimiz Aleyhisselam'ın yani rivayet ettiği bir hadiste Allah-u Teala deyir, Hazreti Adəm Aleyhisselamı yarattıkta ona salam verip almağı öğretmek istedi. Həmin vaxt Hazreti Adəm Aleyhisselam cənnətdə idi. Adem'e buyurdu, burada oturan meleklerin yanına git ve onlara salam ver dedi. Bak, ilk insandan hələ söhbət gedir. Sənə necə cavab verəcəklərinə fikir ver. Yəni, mələklər sənə salam verəcəkdir, ey adam. Diqqətli ol, gör sənə nə deyəcəklər. Çünki sənin və övladlarının salamı elə olacaqdır. Hazreti Adəm Aleyhisselam mələklərin yanına getdi və Esselamun aleykum dedi mələk. Mələklər də Esselamu aleykə və rəhmətullah deyə qarşılıq verdi.
Kum ke, yani orada şəkilçilər bilsin ki, cəmdir, təkdir. Yəni orada Adam Aleyhisselam tək olduğu üçün Əssəlamu aleykə sənə deyir, xitab edirlər mələklər. Yəni bundan da bilmiş oluruq ki, salamı vermək ta ilk insan olan Adəm Aleyhisselamı yaradanda Allah Azze ve Celle onu öyrətmiş. Hardan gəlir? Və bəzən ikinci məsələ, Peyğəmbərimiz sallallahu aleyhi ve sellemin, Allah Resulü sallallahu aleyhi ve sellem salamı necə edərdi, salamı necə verərdi və qarşılığını necə etməlidir deyə tövsiyəsi var. İndi oxuyacağım hədisdə. Bu da bizdə bəzən əksikliklər olur. Ona görə bu hədisə toxunmamıza bir fayda vardır. Bir nəfər Həzrəti Peyğəmbər sallallahu aleyhi ve sellemin yanına gəldi. Baxın, çox incə məsələlərdir, amma çox fəzilətlidir. Bəzən bizə xəfif gəlir, incə gəlir, amma çox fəzilətli məsələlər, inanın ki. Bir nəfər gələrək Əssəlamu aleykum dedi. Baxın, Peyğəmbər Əfəndimiz sallallahu aleyhi ve sellem onun salamını eyni ilə cavab verdikdən sonra həmən o gələn adam oturdu. Peyğəmbərimiz sallallahu aleyhi ve sellem o adam deyir, baxın, bir has kəlmə Əssəlamu aleykum. Həmən adam dedi ki, Allah Resulü sallallahu aleyhi ve sellem, o adam 10 savab kazandı. Neymiş? Əssəlamu aleykum. İkinci adam da yenə gəldi, orada daxil olaraq bu şəkildə salam verdi. Əssəlamu aleykum və rəhmətullah dedi. Peyğəmbər Əfəndimiz sallallahu aleyhi ve sellem həmən adam salam verib oturdu. Allah Resulü sallallahu aleyhi ve sellem buyurdu ki, o adam 20 savab kazandı. Üçüncü şəxs gəldiyi zaman o da Əssəlamu aleykum və rəhmətullah və bərəkətü dedi. O da əyləşdi. Allah Resulü sallallahu aleyhi ve sellem buyurdu ki, o adam 30 savab kazandı. Baxın, salamı verməkdə belə savab var, qardaşlar. Qaldı ki, salam deyir, heç nə bilməyə də heç bir faydası yoxdur. Özünə bəlkə faydası var, amma mənə yox. Yəni, bu şeylər diqqət olmalıdır ki, inşallah görəcəyimiz işdə savab olsun. Daha çox savab olsun. Və bir hədis də oxuyum ki, Həzrəti Ayşə radiyallahu anhədən gələn, anamızdan gələn bir hədistir ki, bir dəfəsində deyir, Resulullah Efendimiz sallallahu aleyhi ve sellem mənə dedi ki, ey Ayşə, baxın, gör nə mübarək bir qadındır, anamızdır, peyğəmbərlərin, xanımların, ümmətin anasıdır. Ey Ayşə deyir, Cəbrail aleyhissalam sənə salam verir. Dedi, Ayşə radiyallahu anh anamız həmən qayıtdı ki, ey Allah'ın Resulü, sən bizim görmədiklərimizi də görürsən demək. Bu hədisdən anlaşılır ki, bizim görmədiklərimizi Peyğəmbərimiz görür. Budan bu mesaj var, bu şifrə var hədisdə. Hədislərin oxuduğumuz zaman tək fəzilət deyil. Orada başqa sirlər də açılır. Demək ki, Allah Resulü sallallahu aleyhi ve sellem bizim görmədiyimizi də görür. Və Ayşə anamız deyir ki, və aleyhisselam və rəhmətullah. Orada hi şəkiltisi, həm də Ayşə radiyallahu anh anamız orada bizə də bunu öyrətmiş olur. Kimsə sənə salam yollayanda bu şəkildə salam qaytarmalısan. Və aleyhisselam, onun da üzərinə olsun. Və aleyhisselam və rəhmətullah. Yəni, burada məni ən çox etkiləyən 3 dənə mesaj var burada. Birinci, 4 böyük mələkdən biri olan vəhy gətirən bir mələk Ayşə anamıza salam verir. Məni heyrətləndirən budur, birincisi. İkinci məsələ nədir? Ya Resulullah, sən bizim görmədiklərimizi də görürsən demək. Bax, hədisdə olan. Allah Resulü sallallahu aleyhi ve sellem bizim görmədiklərimizi görür. Üçüncü məsələdə nədir? Qayda. Qayda nədir? Demək ki, kimsə sənə salam yollayanda deyirik ki,
Sənə filankəs salam söylədi. Biz də nə qayıdıb nə deməliyik? Aleykümüssəlam və rəhmətullah bərəkət yox. Aleyhissəlam və rəhmətullah. Aleyhissəlam. Bu şəkildə cavab verməmiz lazımdır. Bu hədisdən də bunu öyrənmiş oluruq. Kim kimə salam verməlidir? Buna da qısaca toxunaq. Hz. Peyğəmbər sallallahu aleyhi ve sellem belə buyurmuşdur. Minikdə olan piyada gedənə, məsələn, sən maşınla keçirsən mənim yanımdan, sən salam. Necə ki, bilirsiniz də, maşında olan belə bir qayda var, hələ bir dünyavi qayda. Piyadanı gözləməli zorundadır. Piyadanı gözləyir. Nə varsan da, nə etsən də, bilirsiniz də, Allah qorusun, Allah heç bir kimsənin başını gətirməsin, maşınla insan vurmalı. Yəni, o qəzanı törətməyi, yəni, sən haqlısan, sən haqsızsan, dəxli yoxdur. İnsanı vurmuşsan, cəzalandırılır. Elə deyilmi? Yəni, dünyada da belə qanun var. Ona görə maşında oturan birinci davranmalıdır. Diqqət eləməkdə də, salam verməkdə də. İkinci, piyada oturana, bir də say baxımından az olan, çox olana salam verməlidir. Bir toplum var orada, sən toplumun yanından 2 nəfərdən, 1 nəfərdən, 3 nəfərdən keçsən, siz salam verməlisiniz. Bu da hədisdə bizi öyrətdiyi ədəbdir Peyğəmbərimizin. Onlar, biz də 3-4 nəfər idi, onlar da 4-5 nəfər idi və yaxud da onlar adamı sayırlar, gəç adamı salam verirlər ki, baxın, bir hədis söyleyeyim, yadıma düşdü. Həzreti Ömər radiyallahu anh sahabə ilə qarşılaşdığı zaman sahabə ilə üz-üzə gəlir, artıq tam yaxınlaşdığı ərəfədə sahabə Həzreti Ömərin üzünə baxa-baxa qalır. Həzreti Ömər salam vermir bir türlü. Axırda artıq insan belə keçir yan-yana belə. O momentdə artıq deyir ki, Əssəlamu aleykum deyir və deyənir, deyir, ey Ömər deyir, bayaqdan o anı gözləyirəm ki, yəni artıq gördün daha vermirsən salam. Mən verdim, niyə salam vermədin mənə? Həzreti Ömər radiyallahu anh deyir ki, istədim ki, fəziləti sən qazanasın. Birinci salam verən fəzilətlidir, xəbəriniz olsun. Ona görə də fəzilət məsələsində də bir-birimizə yol verməliyik. Toxunum yenə bu saflara. Birinci safa toxunum bir dənə, toxunmadan keçsəm yaxşı olmaz. Durmuşsan birinci safda. Hər dəfə gəlirsən, Allah canı sağ eləsin, nə gözəldir. Peyğəmbər Əfəndimiz sallallahu aleyhi ve sellem buyurur ki, püşk atardınız. Birinci safın bir də müəzzinliyin, savabını bilsəydiniz, püşk atardınız. Amma o da qoçaqlıqda. Hər dəfə mən gəlirəm, gözüm bir dənə ürəyin yatdın, qardaş, mən əziyyət çəkib qabaqcadan gəlmişəm safa. Bir dəfə də sən dur. Həzreti Ömər radiyallahu anh misalı. İstədim ki, savabı birini sən qazanasın. Burada da eləyəyin də, yəni. Görə eləyə bilirikmi? Yəni, siz nə görə? Allah Resulü sallallahu aleyhi ve sellem hədis şərifine baxdığımız zaman bundan da bunu enerjine almış oluruq ki, özünə rəva bilmədiyini başqasına rəva bilən imanı kamil deyil. Əslində, və yaxud da ki, verdiyiniz zaman sevdiyi şeylərdən verin. Yəni, sən bunu sevirsən, sən buna aşıqsən. Adam birinci safa gəlir, birinci safa aşıqları deyək. Təbii ki, burada da ifrata varanlar var, mövzumuz da ölü, girmək istəmirəm. Yəni, demək istədim ki, odur ki, qardaşlar, sevdiyimizdən, belə bağlı olduğumuzdan bəzən Allah üçün qurban vermək lazımdır. Bunda da fədakar olmaq lazımdır. Və bir qısa bir harda salam verməyəcəyimizə də toxunmaq istəyirəm, əziz qardaşlar. Bəzən
İndi Peyğəmbər Əfəndimiz sallallahu əleyhi və səlləmin təbii ki, hədis şəriflərinin üzərindən danışırıq biz. Allah Resulü sallallahu əleyhi və səlləm yolda deyir, gedərkən deyir, qeyri-müslimlərlə qarşılaşdıqda onlara ilk olaraq salam verməzdi. Qeyri-müslim alim məsələdir. Detaylarına girməyəcəm, adlarını çəkərək. Allah Resulü sallallahu əleyhi və səlləm birinci salam verməzdi. Ona görə gözləyərdi. Bilirsiniz ki, o deyə bilər ki, axşamınız xeyir, sabahınız xeyir. Əlbəttə ki, sən də onu da hər vaxtınız xeyir. Buna diqqət eləmək lazımdır. Allah Resulü sallallahu əleyhi və səlləm buna diqqət edirdi. İkinci hədis. Bir toplum içində, müsəlman toplum içində qeyri-müslim də var. O zaman necə salam verəcək? O da hədis şərifdə cavab verir Peyğəmbərimiz. O zaman ümumi olaraq nəzərdə tutub, bəli, salam verəcək. Esselamu aleykum və yaxud da Esselamu aleykum və rəhmətullah və bərəkət deyə o şəkildə salam verəcək. Və bir də əziz qardaşlar, bilirsiniz ki, hal-hazırda elə bir toplumda yaşayırıq ki, az qalmış ki, haramlar gəlib qapımızın ağzında otursun. Haramlar gəlib qapımızın. Yəni, bunu nə demək istəyirəm? Məcbursan ki, bir yerə, markete girəsən, içki var orada. Çalışmaq lazımdır ki, əlbəttə, içkinin satılmadığı yerlərdən alışverişimiz. Bir müsəlman olaraq. Amma bunu nə söyləyirəm? Allahın üsyan edilən yerində, Allaha üsyan olunan bir yerdə o topluma Esselamu aleykum demək olmaz. Küfürdür. Bəli. Küfürdür. Allahın üsyan olduğu yer nədir? Allahın əmirləri taftalandığı zaman məcazi mənada. Çiğnəndiyi zaman yer, məkan olmaz. Məcbursan girmirsən, hə, sağ rast deyir. Yola verəcəksin. Buna diqqət olmalıdır. Müsəlman tavrını qoymalıdır. Müsəlman tavrını qoymalıdır. Yəni, ən azından özünə edirsən. Özün ki, məsələ demirsən ki, zorla bunu elə. Mən beləyəm. Elhamdülillah. Mən bu dinin sahibiyəm. Deyəcək şəxsiyyət olmalıdır müsəlman. Demirəm ki, kiməsə zorla bunu elətdir. Özün. Buna diqqət olmalıdır. Və son olaraq onu söyleyeyim, evə girərkən də mütləq salam verəyin. Çünki evlərimiz bizim üçün ən gözəl, rahat, sükunət tapacağımız yerdir. Yəni, o gözəllikləri evimizə daşıyalım. Mütləq və mütləq evə girərkən sağ ayaqdan Esselamu aleykum və rəhmətullah deyə ailə üzvlərimizə salam verəyin. İnşallah buna diqqət edin. Rəbbim inşallah bizi İslamı doğru bir şəkildə yaşamağı və yaşatmağı nəsib eləsin.